xeyir olsun. Sərvət müəllim bugündən dəvət edib. Bizim məktəbdə belə bir layihənin yəni işlər getmişdi. Münsəkilən alın işlədiyi. Orada bir neçə layihə qalibidir. Səhv etmirəmsə 3 dənə layihə qalibi yox. Mən orada müəyyən formada, yəni o tədbirdə iştirak eləmişəm. Onun ümumiyyətlə baxanda görmüşəm ki, biz harca tədbirlər görürük ki, yəni bu işlər, yəni xırda işlər deyil, geniş miqyaslı, böyük bir işlərdir. Yəni bugünün tələbini elə bir ki, cavab verəm, belə lazımat işlərdir. Bayaq Sərvətxanım biraz söhbət etdik. Yəni mən dedim ki, mahiyyədə nələr ibarətində bölümünü soruşduq. Yəni o dedi ki, yəni bu elm, bu bilik gələcəkdə müxtəlif sahələrdə tərcümədən sonra istifadə olunan bir layihələrdir. Bizdə Göy sayımızda kəndlərdə də olub, şəhərdə də olub. Yəni Sərvətxanım bu iki yaxınlaşdı ki, yəni layihə qalibidir. Mən deyək ki, Göyçayda bu iş artıq çox maraqlı insanlar yaranıb, yəni müəllimlərin marağı böyütdü. Gələcəkdə getdikcə, yəni bu işlər artacaq. Həm elmi bilik cəhətdən, həm digər formada, maddi cəhətdən müxtəlif formada